Mən hələlik əmin deyiləm ki, bu görüş baş tutacaq. Ona görə ki, ümumi elə bil ki, razılıq var və hazırlıq gedir. Ancaq Lavrov və Marco Rubio arasında çox sərt danışıq oldu və hiss olunur ki, Putin üçün daha çox nəticəsiz də bir görüş Trumpla Avropada vacibdir. Ancaq Trump üçün bu görüş nəticəsiz, yəni o gözləntilər olsa belə, yəni hele belə Putin'le orada görüşüb və yenə də nəticəsiz bir görüş olsun, düşünmürəm ki, Trump onda bu görüşə ümumiyyətlə geçsin. Tələb isə indi Putin elə bir məsələlər ortalığa qoyur ki, onu Trump istəsəydi belə ki, Zelenski ona razılaşsın, Zelenski ona razılaşa bilməz. Trump indi Zelenski deyir ki, bəli, vəziyyət ağırdır, bəlkə fikirləşərsən, ancaq Zelenski deyir ki, mən öz xoşumla Rusiya hansı bir ərazini təhvil verəsi deyiləm. Ona görə ki, bunu hərbiçilərdən tələb etsə, onlar onun demək olar ki, tapşırığın yerinə yetirməyə bilərlər. Orada çox yaxşı müdafiə sistemi qurulub. O müdafiə sistemi əslində Rusiya qoşunların Dnepra kimi, Kiyevə kimi irəliləməyin qarşını alır və nə üçün öz torpağın Putinin iddiası ilə Ukrayna geriyə çəkilməlidir və ona təhvil verməlidir. Atasının malıdır, yox. Ona görə Zelenski bu məsələdə möhkəmdir. Rusiya isə bunu bəhanə kimi istifadə edir ki, yaxşı, indi Zelenski elə bil ki, bu yəni Putini yola vermək üçün güzəştə getmirsə, Zelenski qoy onda Trump'ın təzyiqi altında qalsın və ona yəni hər halda ABŞ tərəfindən vəd olunan həmin o tomagavklar verilməsin. Ancaq o bir tərəfdən indi hər halda mediada gedir ki, Trump Putin'i də hədələdi ki, mən Ukraynaya 50 yox, lazım gələrsə 2000 də tomagavk verə bilərəm. Amma sonra da dedi ki, bizim özümüzə lazımdır. Trump'ın da ipinin üstünə odun yığmaq olmur. Bədəbətdə əslində Amerikanın 4000-dən çox tomagavkı var. Onun kifayət qədər könəlmişləri də var. Onları ötürə bilər. Sadəcə olaraq indi çətinlik ondan ibarətdir ki, o tomagavkları daha çox dənizdən, yəni gəmilər üçün istehsal olunmuşdular, istifadə olunmaq üçün. Qurudan bunu etmək onlar üçün çətindir. Yəni o qurğular yoxdur. Ancaq Amerika üçün elə də böyük bir çətinlik təşkil etmir. İndi bir 20-30 belə bir qurudan, o raketlərdən istifadə etmək üçün istehsal edib Ukraynaya ötürməyə.